öyrənmək düşünmədən faydasızdır. Düşünməksə öyrənmədən təhlükəlidir deyimi Fazil psixoloq tərəfindən belə izah edilir. Salam dəyərli dostlar. Bugün biz beynimizin iki əsas mühərriki, bilgi və təfəkkür arasındakı o həssas tarazlıqdan danışacağıq. Təsəvvür edin ki, siz dayanmadan kitab oxuyursunuz, kurslara gedirsiniz, amma öyrəndiklərinizi həyat süzgəcindən keçirmirsiniz. Konfutsi deyir ki, bu sadəcə vaxt itkisidir. Niyə? Çünki analiz olunmayan bilgi həzm olunmayan qida kimidir. Bədənə daxil olur, amma enerjiyə çevrilmir. Siz sadəcə məlumat anbarı olursunuz, amma müdrik olmursunuz. İndi isə tərəzinin digər gözünə baxaq. Bəzən insan heç bir fakta, elmə, təcrübəyə söykənmədən sadəcə düşünür. Öz qənaətlərinə o qədər inanır ki, reallıqdan qopur. Bax, təhlükə buradadır. Öyrənmədən, oxumadan edilən mülahizələr insanı xurafata, yanlış qərarlara və təkəbbürə aparır. Çünki məncə belədir demək üçün əlimizdə bir doğru olmalıdır. Bəs çıxış yolu nədir? Biz buna psixologiyada şüurlu öyrənmə deyirik. Öyrəndiyiniz hər yeni cümləni özünüzə sual verərək qarşılayın. Bu mənim həyatımda nəyi dəyişir? Mən bununla nə edə bilərəm? Bilgi sizi bəsləməli, düşüncə isə o bilgini formaya salmalıdır. Unutmayın, kör-köranə oxumaq sizi yorar. Elmsiz düşünməksə yolunuzu azdırar. Bilgi ilə düşüncəni birləşdirin ki, həqiqətə çatasınız. Bəs siz necə düşünürsünüz? Sizcə hansı daha çətindir? Öyrənmək, yoxsa öyrəndiyini düşünmək? Rəylərinizi gözləyirəm.